İranın Xarici İşlər Nazirinin adı Arakçaymış və Arakçaya qarşı sui-qəsdin qarşısı alınıb gündə bir nazirini öldürüb belə təyin edirlər. Biz bunların hamısını adını bilmək məcburiyyətindəyik. Zaten bunların sonuna bir çətdə bakalım. 9 dənə fiziki alimlərini öldürüb, 9 dənə İsrail, İranın. Deməli, Zəki bəy, bir şey də deyim. Deməli, Zəki dayı, Qaxın icra başçısı niyə həbs edildi? Qaxın icra başçısı, bugün icra başçısı həbs edildi və bələdiyyələrin mavinlərinlə bir yerdə. Niyə? Niyə? Değerli mədənənin değerli soydaşlarım, bilirsiniz bütün icra başçıları post müdürlerine paket verir, pul verir ki, rayonun şikayeti yukarı getməsin prezident aparatına. Gedəndə nə olur? Heç olmur. Gedəndə artıq pul alır İlham Əliyevin ətrafı, kat yolu artıq pul alır. Yəni İlham Əliyevə 100 min verməkdənsə 5-10 min verib ayda poçtu müdürünə bu məktubların qarşısını almaq daha məqsədə uyğun deyilmi? Bəli. Qax sakinləri də məni dinləyiblər və Qax sakinləri Bakıya gedən adamlara məktubları yığıb veriblər, Bakıdan ötürüblər. Və Bakıdan məktubları ötürüblər, üstəlik də şikayətlərə baxılmadıqca orada bələdiyyənin sədri Eyvazın səsini yazdırıblar. Elə bələdiyyə sədri icra hakimiyyətinə yaxın adamı torpaqlarını satan əlbir olan icra başçısından Eyvaz deyirlər şikayət edəcək ki, belə anırı bəri, o da deyir ki, hamısının var yoxunu belliyim get arasından şikayət edir və söyüş nəzarətlə danışdığını da yazdırıblar. Əlin Ağayev Dövlət Təhlükəsizlik Xidmətinə şikayət ediblər. Əlin Ağayev dəfələrlə icra başçısına Eyvaza xəbərdarlıq etsə də, yəni mavinləri, hazır şöbələrə xəbərdarlıq etsə də, icra başçısı qoz qoymuyubdur. Deməli, Musa Şəkiliyev qoz qoymuyub. Və nə olub belə olan təqdirdə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əlin Ağayev İlham Əliyevə deyib ki, Qaxın icra başçısı qudurub yekə başlıq edir. O da deyib ki, dərsini verin. Və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları iş vaxtı qapını udarla vurub, kilidi qırıb giriblər içəri ki, ani moment gəliblər də tam sakitcə. Gəliblər içəri giriblər ki, Qaxın icra başçısı Musa Şəkiliyev öz muavini Vəfa Heydərov ilə stolun üstündə soyunub ikisi də lüt cinsi fəaliyyətdədirlər. Necə deyərlər, 69 iş görürlər. Dərhal, nə bilim, tez biabır olublar, geyindiriblər, sonra başqa qapını açırlar, güya gəlirlər, çəkirlər, o sonradan hazırlanmış senaridir. Və mavinlər, icra başçısı, Eyvazı hamısını aparıblar, içəri doldurublar, içəri tıxıblar. Zəki bəy, bir də bir maraqlı məlumat var ki, iş adamları, Azərbaycanda iş adamları, bakın, güc strukturlarına aidiyyatı olmayan iri boynuzlu, orta boynuzlu məmurlar, bəziləri və güc strukturlarına aid olan və olmayan, bu dəfə aid olan olmayan məmurların bizneslərini idarə edən iş adamları və güc strukturlarına aid olan və olmayan bütün məmurların ailələri ölkədən qaçır. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əlin Ağayev adamlarını yerləşdirib hava limanına bəzi yerlərə artıq nə qədərini qaytarıblar geri, qandal vurublar bəzilərinə, o birisi hansı ərazidən getmək olmaz, bəzilərinə qırmızı qoyublar, bəzilərinə ev tutsaq verirlər və ölkədən çıxışına qadağa qoyublar. Deməli, bundan başqa İsrail, Zəki bəy yəqin bundan danışar, İsraildə iqtisadiyyat binası vuruldu. Orada İlham Əliyevin, deyilənə görə 40 milyard deyirlər, orada çeşirbular gülülmüş. Deyilənə görə böyük milyardlar itirib İlham Əliyev, üstəlik də neft emalı zavodu vuruldu İsraildə, orada da 30% pay sahibi İlham Əliyev idi, 3də 1 pay sahibi. İlham Əliyevin İsraildə və İranda böyük obyektləri hədəfə gəldi, vuruldu və bilirlər ki, İlhamını dağıdırlar. İsrail Əliyevə dirənib, İlham Əliyevə direnibdi, hava sahəsini mənə ver. Bakın, artıq Netanyahu gördü ki, Trump 2 həftə vaxt istədi. Trump yəni açıq-açığına kömək eləmir, əl altından kömək eləyir, İngiltərə deyək ki, Amerika əl altından kömək eləyir. Amma İran da elə belə bir devlət deyil ki, əl altında kömək eləməkdən İranı darmadağın eləyəsən. Bəlkə dini lider zadı öldürərlər, sonra nəyəsə nail olarlar, o başqa söhbətdir. Amma deyərlər vətənlərim, Amerika Trump da özündən qorxur, 60% səs vermə olub dünən. İrana girməyin əleyhinə olublar. Üstəlik də 20% Trump'ın öz partiyası belə girməyini istəməyibdi, partiyanın o deputatları deyək. Razı olmayıb və İlham Əliyev dirənib ki, aç, İlham Əliyev aç. Bu dəfə Mehriban Əliyevanın diknisini, şalvarının qabağını demir aç. Netanyahu bu dəfə Azərbaycanın hava məkanını aç istəyir və çox dirənib İlham Əliyevə. İlham Əliyev də aşmadıqca İsraildə İlham Əliyev əleyhinə kampaniyalar aparılır. Türkiyənin əlbiri oldu, İsraildən əlbiri oldu, İsrailə qarşı çıxdı, İranla əlbiri oldu, İsrailə qarşı çıxdı və s. və İlham əleyhinə propaganda aparırlar artıq İsraildə. Zəki bəy, mən deyirəm, İran bu savaşın qalibi olmasa hər iki ölkənin rəhbərləri it ölən kimi öldü. Netanyahu'ya deyəcəklər bu qədər adam öldü, nəyi əldə elədin? İrana da deyəcəklər, hani sənin hava savunma sistemin? İrana da deyəcəklər ki, bu boyda generallar itirdin, ancaq mülki halidən başqa kimisə bombalamaq gücündə olmadın. Yəni, infrastrukturlara da böyük zərbə dəyib. Yəni, amma İran qalib olsa da, olmasa da, İsrail qalib olsa da, olmasa da İlham Əliyevin sonudur. İlham Əliyev İsrailə də böyük xəyanət edib, İrana da çox xəyanət edibdir. Zəki bəy... Kimə xəyanət edəmiş, kimə xəyanət edəmiş, o yox.